Növbəti pasientimiz belə bir maraqlı sual ünvanlandırıb. Deyir ki, doktor, analiz nəticəsi negativ, yəni təmiz çıxarsa, mənə sağlam övladınız olacaq zəmanətini verə bilirsinizmi? Yoxsa sadəcə konkret xəstəliklər üçün deyə bilirik bu sözü? Sərhədlərimiz harda bitir? Hansı genetik analizin verilməyindən asılı olaraq bu suala fərqli cavab veririk. Əgər ailədə bilinən bir xəstəlik varsa və ailə həmin xəstəliyi yoxladırsa, biz ailənin doğulacaq uşaq üçün konkret olaraq yoxlayıb deyirik ki, məhz bu xəstəlik, bu filan genə aid olan xəstəlik sizdə varmı, yoxmu? Və yaxud da bu genin mutasiyası uşaqda varmı, yoxsa yoxmu? Konkret olaraq cavab verə bilirik. Yox, ailə bunu tarama amaçlı, tarama məqsədli deyirsə, bütün genləri yoxlatdıraq, taratdıraq və tamamilə sağlam uşaq zəmanəti. Təəssüf ki, belə bir şey qeyri-mümkündür. Həm günümüzdə hal-hazırda təsiri, etkisi tam bilinməyən genlərimiz var. Bu genlərin klassifikasiyasında da özünü göstərir. Biz elə genlər var ki, fərqli mutasiyaları ya da eyni mutasiya fərqli insanlarda fərqli cürə üzə çıxa bilmiş ola bilir. Bir adamda xəstəlik yaradarkən digər insanda heç bir xəstəlik əlaməti verməyə bilər. Və yaxud da ki, ata-ana tamamilə sağlam ola bilər. Bəlli yoxladığımız bir genlərə aiddir bu sözümüz. Uşaqda heç gözləmədiyimiz, atada-anada olmayan bir xəstəlik üzə çıxmış ola bilər. Dediyimiz kimi biz bunu de novo mutasiyaları adlandırırıq. Təkliyin xəstəliklərində də biz bunu görmüş ola bilirik. Xromosom patologiyalarında da biz bu haldan rastlaşa bilərik ki, atada-anada hər hansı bir xromosomal patologiya yoxdur, amma doğulan uşaqda hər hansı bir səbəbdən bölünmədə gedən bir problem üzündən xromosom patologiyalı uşaq dünyaya gəlmiş ola bilər.